İqtisadi Zonaların İnkişafı Agentliyinin nəzdində Peşə Təhsil Mərkəzində hazırda 14 ixtisas üzrə 474 tələbə təhsil alır. Mərkəzdə tədris prosesi əsasən 2 istiqamət, sənaye peşələri və informasiya-kommunikasiya texnologiyaları üzrə həyata keçirilir. 2024-2025-ci tədris ilində mərkəzi bitirmiş məzunların 70%-nin məşğulluğu təmin olunmuş, bununla yanaşı yüksək texniki peşə səviyyəsi üzrə təhsil alan 6 məzun ali təhsil müəssisələrinə qəbul olunmuşdu. Qeyd edək ki, Peşə Təhsil Mərkəzində 2022-ci ildən başlayaraq Alman dual modeli üzrə tədris həyata keçirilir. Bununla yanaşı mərkəzdə Koreya modeli üzrə də tədris tətbiq edilir. Həmçinin ölkədə Nazirlər Kabinetinin 2024-cü ildə müvafiq qərarı ilə təsdiq edilmiş alternativ enerji qurğu və avadanlıqlarının istismarı ixtisası üzrə Peşə Təhsil Mərkəzində 3 qrupda tədris həyata keçirilir.